səbəbkar, vaiz şəhidlərimizdir. Ruhlarını şad edib, salavat hədiyyə eləyək. Allahümmə salli ala Muhammedin və aleyhi. Və xərinə minhum ləmmə yəlhəqqu bihim və huvəl-əzizul həkim. Zəlikə fəzlullahi yuti mən salat mən dəşir qeyrət mə bətəğu bil fəzlillahi və zükurullah kəsirən ləəlləkum Çalış kameranı. və izə rəə ticarətən əvləhvələn fəndun iləyhə və inə ya Rabbəl aləmin. Allahümmə Elə fürsət düşmüşkən də mən də sizin hamınızı çərşənbənizi, dünənki məsələn torpaq çərşənbəsi idi. Bugün onun zamanından keçsə də, bugün elə mən deyə bilərəm ki, torpaq çərşənbəsi, torpaq uğrunda ölən, şəhid olmuş qardaşlarımızın sayəsində biz alnı açıq bir-birimizi təbrik eləyə bildik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi bahar bayramını gözləyirik. Yenə də alnı açıq bir-birimizə bahar bayramı mübarək olsun deyəcəyik. Elimizə xoş gəldi deyəcəyik. Qubatlımıza xoş gəldi deyəcəyik. Yenə də şəhidlərimizin sayəsində yenə də Allah hamısına rəhmət eləsin, mənim qardaşım da. Allah rəhmət eləsin. Əziz tədbir iştirakçıları, şəhidimizin qardaşı Zahir qardaşımız təşrif ediş eləməli sözümüz aparaq tədbiri. Vətən torpaqları uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin. Əvvəla xoş gəlmişsiniz. Bugün bura yığışmaqdan məqsəd 1974-cü ildə anadan olmuş Saray kəndində Şirinov Məğrur İskəndəroğlunun anım gününə yığışmışıq. O öz adımdan da, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun adından da şəhidimizin yaxınlarına, silahdaşlarına, kəndçilərinə, ən əsas da ailə üzvlərinə, anasının qarşısında baş əyirəm və başçının dərin hüzündən başsağlığını çatdırırım. Burada silahdaşları var və ən əsas da komandir heyəti var. Əziz və hörmətli Qubadlı cəmaatı, hörmətli şəhid ailələrinin nümayəndələri, şəhidin yaxınları, bu günlər şəhidlər Sumqayıt şəhidlər xiyabanına gəlmişik. Həm Qubadlımızı, həm şəhidləri yad eləmək, onların ailəsinin yanında olması. Şirinov Məğrur Azərbaycan Silahlı Qüvvələri yarananda 14 ərazi müdafiə taboru yaradıldı, biri də Qubadlıda yaradıldı. İlk ərazi müdafiə taborları. Onlar Qubadlı, həm də Qarabağ istiqamətində 126 kilometr məsafəni müdafiə edir. İlk könüllülər, ilk insanlar, heç nə ilə təmin olunmuş, aşağı səviyyədə vətənsevərlik, vətənə məhəbbət o qədər yüksək səviyyədə idi ki, o canını vətən üçün fəda eləməyə hazırdır. Qubadlıda çox döyüşlər getdi. Qubadlı çox ağır zərbələr gördü, çox itkilər verdi. Qubadlının hər bir əskəri, hər bir vətəndaşı vətən üçün Azərbaycan rayonu kiçik olmağına baxmayaraq, əhalisi az olmağına baxmayaraq, öz fədakarlığıyla, vətənsevərliyi ilə, mərdliyi ilə, qoçaqlığı ilə hər zaman seçilib, sayılıb, bütün döyüşlərdə, həm 1-ci Qarabağ, həm 2-ci Qarabağda. Şirinov Məğrur da bir zəhmətkeş ailənin nümayəndəsi idi. İlkin olaraq Qubadlı başlamış döyüş Ağdamdan düz Füzuliyə qədər gəlir. İstiqamət yenə Qubadlıya istiqamətdir. Qubadlı döyüşçüləri, mən döyüşçülər adından deyə bilərəm ki, heç zaman arxada durmaq, gizlənmək, döyüşdə bəklənməmək, kimisə kölgəndə gizlənmək yoxdur. Ona görə döyüş varsa, Qubadlının cəngərovar oğlanları öndə idi, qabaqda idi. Düşmənə zərbə vurmağa və Qubadlıya çatmağa hər zaman can atırdı.
vaxtı işğal olandan sonraki dövrdə də. Vaxt çox keçib. 31 il keçib. Amma bizim üçün Şirinov Məğrur yenə 24 yaşındadır. Ömür boyu 24 yaşında olacaq. Biz burada olan və burada olmayan bütün döyüş yoldaşları hər zaman şəhidələrin yanındayıq. Onlarla birik bizim üçün onlar yaşayır, qəlbimizdə yaşayır. Aziz tədbir iştirakçıları, bu günləri biz bu müqəddəs məkanda yenə cəmləşmişik. Bu günləri qəhrəmancasına öz döyüş tapşırığını, öz vəzifəsini yerinə yetirərkən şəhid olmuş Şirinov Məğrurun şəhid olduğu gün. Şəhidlər şəhid olduğu günü yenidən anadan olurlar, əbədi yaşamaq üçün. Bir dəfə həyata gəlirlər, ilk dəfə həyatda öz sözlərini demək üçün, öz yaşayışını yaşamaq üçün. Amma şəhid olduğu zaman onlar əbədi olaraq yenidən anadan doğulurlar. Bu günləri Məğrur 31 ildir şəhidlik zirvəsinə uzanıb. Görürsən, hər il Məğrur yad olunur, gəlinir. O cümlədən də bütün bizim burada Şəhidlər Xiyabanında uyuyan bütün şəhidlərimiz. İndi şəhid Məğrur 24 yaşında şəhid oldu. İndi həyatda neçə il yaşamaq məncə önəmli deyil. Həyatda o yaşadığın ömrü necə yaşamaq önəmlidir. Məğrur da o 24 ilini yaşadı və əbədi olaraq nə qədər ki bizim müstəqil Azərbaycan dövlətimiz var, nə qədər ki müstəqilliyimiz var, o qədər də onlar daima həmişə yad olacaq. Bu günləri Məğrurla bir yerdə Kənd Toradiz istiqamətində, Hadrut istiqamətində 94-cü ildə döyüşlərin ən gərgin gedən vaxtları idi. Keçən dəfələrlə bunu təkrar eləmişik, bugün də təkrar edirəm ki, Məğrur həmin istiqamətdə gedən döyüşdə həkimə getmiş, müraciət eləmiş və həkim də müraciətindən qayıdandan sonra oturub istirahət edə bilərdi. O yenə qaçaraq gəlib Səngərə öz əsgər yoldaşlarının yanında olmuş və orada artilleriya atəşlərindən həmin Səngər nə qədər artilleriya atəşindən açıldısa, o Səngər demək olar ki tam düzəlmişdi, dolmuşdu sanki. Orada bir dənə Məğrurun bir dənə əsgər yoldaşları yaralanmışdı həmin Səngərdə. Bunlar cəhd edib onu çıxartmaq istəyiblər, biraz çətinliklə onu çıxarda bilməyiblər. O əsgəri orada qoyub çıxmamışdı. Orada Məğrurla bir yerdə 4 əsgər bu günləri həmin o Səngərdə bir yerdə şəhid oldu. Allah onların da, bütün şəhidlərimizin qəbri nurla dolsun. Bütün şəhidlərimizin valideynlərinə, əzizlərinə baş sağlığı veririk. Bütün şəhidlərimizin səbir diləyirik. Əvvəllər gəlirdi şəhidlər xiyabanına, sözün açığı, biz valideynlərin üzünə də baxa bilmirdik. Bəzi sözlərimizi də deyə bilmirdik. Lakin onların yaratdığı ordu bir 30 ildən sonra formalaşdı və onların arzularını həyata keçirdi. Bu günlər bütün torpaqlarımız işğaldan azad olubdur. Biz rahat öz elimizə, obamıza gedirik. Onu dedim ki, 2 gün bundan qabaq mən rayondan gəldim. Məğrurun bilirsiniz, yolun qırağında orada güzəllikli, orada şəkili var. Orada döndük, orada da xeyli elə bir şey dərdləşdik. Ziyarət elədik Məğruru. Bu günə qala bilmədik, bu günə kimi. Ona görə demək istəyirəm ki, onların ruhu şaddır. Mən Məğrura və o cümlədən də bu günləri Məğrurla bir yerdə şəhid olan əsgər yoldaşlarının və burada olan bütün şəhidlərimizin hamısına demək istəyirəm ki, sizin ruhunuz şad olsun, sizin arzularınız yerinə yetirin. Allah Məğrurun bütün əzizlərinə, doğmalarına səbir versin. O cümlədən də bütün Azərbaycan xalqına səbir. Onun üçün şəhidlər Azərbaycan xalqının şəhidləri. Burada gələn silahdaşlarımız, soydaşlarımız, ellərimiz, Azərbaycan vətəndaşının hansı bölgəsində olmağına fərq eləmir. Hər biriniz sağ olsun, ayaqlarınız da həmişə belə qüvvətli olsun. Nə qədər ki bizim xalqımızın, belə millətimizin birliyi var, elə bilirəm heç vaxt nə müstəqilliyimizi itirməyəcəyik, nə də ki bu şəhidlərimiz onu durmayacaq. Sağ olun, var olun hər biriniz. Sağ olun.
88-ci ildə Xankəndidə başlayan o əməliyyatlar, daşnaqların, Azərbaycanlıların başlarına açdığı oyunlar elə sonda Xankəndidə də yekunlaşdı. Bugünkü gün həmin torpaqlarda məğrur və məğrur kimi minlərlə, 20 mindən artıq şəhidimiz var bilirsiniz. O şəhidlərin hesabına alınan o torpaqlarda Azərbaycanın 3 sənədir al bayrağı dalğalanır. Şirinov Məğrur İskəndəroğlunun əziz xatirəsinə anası Zöhrə xanımın dili ilə dözülməz dərdə dözən, dərd üstündən dərd düzən, dünyadan əlin üzən şəhid anasıyam mən. Aranlı, dağlı olan, yolları bağlı olan, hər an gözləri dolan şəhid anasıyam mən. Balası şəhid olan, gözü yollarda qalan, dərd əlindən qocalan şəhid anasıyam mən. Hönkür-hönkür ağlayan, sinələri dağlayan, göz yaşları sağlayan şəhid anasıyam mən. Saçlarına dən düşən, yollarına çən düşən, məğrurundan gen düşən şəhid anasıyam mən. Şəhid anasıyam mən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi biz hər an yadda saxlamalıyıq. Hər an təbliğ eləməliyik. Təkcə anım günlərində yox. Bu bizim hər birimizin şərəfli borcumuzdur. Allah bir daha şəhidimizə rəhmət eləsin. Çox sağ olun. Allah rəhmət eləsin. Buraya yetişənlərin hamısını canı könüldən salamlayıram. Məğrur qardaşımızın anası buradadır. Allah rəhmət eləsin. Mən şəhid anası qarşısında baş əyirəm. Cəza verin əlindən döküm onu. Allah rəhmət eləsin. Məğrurla bir sinif oxumuşam. Allah rəhmət eləsin. Çox sağ olun. Allah rəhmət eləsin. Belə də danışmaq adamı biraz qəhər boğur. Məğrurla bir şey toxmuşuq, demək olar ki, özümüzü tanıyanlar bir-birimizi tanımışıq. Elə gəlib cəbhədə də bir yerdə olmuşuq. Məğrurla demək olar ki, son öpüşüb görüşən adam bəlkə də mən olmuşam. Çünki o Sadiq müəllim bəy qeyd elədi, xəstəxanadan gəlirdi. Mən rabitədə idim, Rusun əsgərində rabitə oldu, ona görə məni rabitəyə götürmüşlər. Gəldi mənimlə yanıma, yuxarıdan uşaqlarla danışdı, orada vəziyyət necədir. Deyirlər ki, burada atışmadır. Çörək maşını, Sadiq müəllim yaxşı bilir, bazarın yanında çörək maşını çıxırdı. Qışqırdı, çağırdı onu gözlədim. Mən sabah gedərsən, uşaqlar oldu, yoxa gedirəm, atışmadır. Yəni, elə bir vətənpərvər oğlandı. Çörək maşını saxlatdı, getdi posta. Elə təmiz yuyulmuş, əynini dəyişmiş. Mən 3-4 gün ondan qabağa həmin postaydım. Posta vəziyyət şərait elədi ki, yeri qazırdıq, 10 nəfər, 5 nəfər yığışıb bir blindajda yatırdıq. Dedim, Məğrur, yenə aşağı yuyun, təmizlə. Yox, bu uşaqları qoyub gələ bilmərəm. O elə bir vətənpərvər oğlanıdır. Allah onu yeri cənnət eləsin. Onların yeri cənnətdir. Onlar demək olar ki, Allahın qonaq evindədirlər. Allah bizlərə nəsib eləsin, ən azı heç olmasa onların ayağının altından bizə yer eyləsin. Tək bu zirvəyə hər adam yüksələ bilmir. Allah ruhunu şad eləsin. Qardaşımızın alım günüdür. Allah rəhmət eləsin. Böyle anama baş sağlığı deyirəm. Nə deyə bilərəm? Hər şey burada. Komandirimiz dediyi Sadiq Paşayev. Hər bir şey dedim. Bizdən də Allah rəhmət eləsin. Ruhu şad olsun. Nə qədər desək də, nə qədər danışsaq da, yüzlərlə, minlərlə sözlə yan-yana qoşsaq, o necə deyim, şəhid anasının, şəhid ailə üzvlərinin ürəyinə təskinlik vermək çox çətin olar. Mən onların qarşısında baş əyirəm. Şəhidlərimizin qarşısında baş əyirəm. Bir evin içində bizdə 3 kişi olubdu, onun ikisi müharibədə iştirak edibdi. Axırıncı mən idim, mən də getdim 44 gündə iştirak elədim. Yəni, belə deyək, sıravi adi, sadə ailələrdən idi. Adi, sadə ailələrdən 3 kişi gedib müharibədə iştirak edib. Həmçinin də digər ailələrdən. Gəlin nəzərə alaq ki, mən nəyi nəzərdə tuturdum? Bizim bir qonşu var, Laçınlıdır. Laçın Qubadlı eyni rayonda demək olar, yaxındır. Adəti ənəsi, qız verdilər, qız aldılar, yaxınlar.
O mən həmişə bir kəlmə deyirdi. Deyirdi müharibəyə qədər inanın mənə deyib dolğusunurdu. Yoxsa şəhid qardaşıdır. Yatanda deyir üzü Laçına tərəf yatırdım. Özüm gedə bilməsəm də heç olmasa qoy nəfəsim getsin, xəyallarım getsin. İndi Zahir qardaşımız deyir, bayaq deyir 2021-ci ildə missiyanı boynuma götürdüm ki, bayraq asım, orada bayraq dalğalanır bugünkü gündə. İnanın ki 27 ildir ki Qubatdan ayrı düşmüşdük. 27 ildir ki öz mənəviyyatında, fikrində o bayraq orada dalğalandıran şəxslər var idi. Şükür bu günə, Allahın bu günə şükürlər olsun, şəhidlərimizə rəhmət eləsin. Qubatıda 127 hərbi şəhid olubdur, 113 mülki. Onlardan 115-i itki və girov düşmüşlərdir. 80 nəfərdən bu 2 gündə xəbər yox. Onlardan 13 nəfəri hərbi itkin idi. Hansı ki, bu gün də onlardan bir nəfəri tapıldı, Ələkbarov Cavid və 2023-cü ildə ateşfəşanlıqla gətirib burada toy bayramla dəfn elədik. Elə burada İsmail də orada iştirak elədi. 12 nəfər hərbi şəhidimizdən bu gün də xəbər yoxdur. Onun qardaşı Niyazi müəllim buradadır. Zəhmət olmasa gəl bura, Niyazi müəllim. O qədər qürurlu insandır ki, hər yerdə qardaşı dəfn olunan kimi çıxış eləyir, İsmail içində tanınır. Allah onun da qardaşına rəhmət eləsin. Mən arzu edirəm ki, elə arzumuz bu olsun. Bütün itkinlər tapılsın, onların da dəfn yeri olsun və gedək o məzarı qarşısında biz də çıxış eləyək. Mən elə gəlir ki, bugünkü gün burada bədbin yox, nişbin olmaq lazımdır. Çünki o tarixi yazılan kadrlara dost da baxır, düşmən də baxır. Qoy sevinməsinlər. Gözümüzün yaşını silmək vaxtıdır. O bayrağı yüksəkliklərdə məğrur kimi, baba kimi, vətənpərvər, o şəhidlərimizin qan axan yerlərdə o üç-rəngli bayrağımız dalğalanır. Buyur. 90-cı illər, 94-cü illər çətin illərdir. Ordu yox idi və Ağabəyim əlində dedi, silah yox idi. Amma insanlar vuruşur. O qalan alınan torpaqlarımız yox, qalan torpaqlarımıza bir şəhidlər xiyabanında yatan oğulların səfərinə qaldı. İndi Allah'a şükür torpaqlarımız alınıbdır. Hiç olmasa istəyən insanlar torpaqlarımıza gelip gələ bilir. Bizim bu şəhidlərində hamısı ruhlu şəhiddir. Yəni biz də şəhidlər xiyabanına gələndə biraz sıxıla gəlirdik, baş aşağı gəlirdik. Nə deyirdik, nə deyə bilərdik? Bu şəhidə biz nə deyə bilərdik bugünkü gündə əgər torpaqlarımız ermənidə qalsa. İndi biz bunların da ruhlu şəhiddir, bizim də başımızdadır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah bizə də qismət eləsin, biz də tapaq. Məzarın üstünə biz də gedək. Düzdür, qoymuşuq, gedirik, ziyarət edirik, amma yox olur. Allah sizlərə də Allah bütün cəmi şəhid ailələri, Allah ananın kömək olsun. Qarşısında baş əyirik, bütün şəhid ananı. Allah rəhmət eləsin cəmi şəhidləri. Sağ olun. Allah rəhmət. Bura yığılan qardaşlar, bacılar, qohumlar, kəndçilər, döyüşçülər, komandirlər, hətta burada Qubatlıya Qayıdış İctimai Birliyin üzvlərindən də var. Hansı ki, mən də o qrupun üzvüyəm. Hamınıza deyirəm ki, çox sağ olun, minnətdaram. Bir daha Ramazan ayına təsadüf elədiyinə görə oruç tutanlar, namaz qılanlar, hamınızın oruç namazınızı Allah qəbul eləsin. Baharın gəlişi evlərinizə düşərli olsun. Hava şəraitini nəzərə almadan gəldiniz, yanımızda oldunuz, çox sağ olun. Elə bu hava şəraitinə görə də elə mən də fikirləşirəm ki, çox uzatmayaq. Bildiyimiz kimi qısa bir giriş eləyim. Bizim üçün ən önəmli yurt yerimiz idi ki, gecə-gündüz yuxularımıza girirdi. Burada nə qədər əhvalımız, keyfimiz yaxşı da olsa, elə yatanda yenə Qubatlıdan görürdük. Qubatlıdakı təəssüratları gördük. Yəni hamımız razılaşarıq ki, bu belə olubdur. Öz yerimə desəm, ümidimizi itirmişdik. Amma gün gəldi ki, dualarımız, istəklərimiz bərqərar oldu, həyata keçdi. Şəhidlərimizin fədakarlığına, onların qanı sayəsində, düzgün biçimlənmiş siyasətin nəticəsində axır ki, bizim ayağımız yurda dəydi və bugün biz ümidvarıq ki, Qubatlıya dönəcəyik, yenə yurt salacağıq, yenə orada ocaqlarımız yanacaq.
Yenə orada çərşənbələrimiz qeyd olunacaq. Bütün bayramlaşmamız orada olacaq. Buna biz ümidvarıq. Necə ki ümidimizi itirmişdik, yurd alınar, alındı. İndi də ümidvar olaq ki, bizi yenə Allah möhlət versin, xeyri qismət eləsin, biz yurda qayıdacağıq. Deməli, 44 günlük müharibə bitər bitməz, Qubadlı alınan kimi mən sevincək olub, yurda hazırlaşdım ki, yurda qayıtmağa. İlk növbədə Məğrurun şəkil plakatını hazırladım. Tez tələsi onun plakatını hazırladım ki, onu öz kəndimizdə yerə bərkidəm, bir ziyarət yeri olsun. Nəysə, axır ki buna nail oldum. İndi 4 ildir, 4 ildən artıqdır ki, yəni mən bunu 2021-də elədiyimə görə 4 il deyirəm, yəni 5 il demirəm. Azərbaycan bayrağı, Türk bayrağı gecə, gündüz Qubadlıda, Saray kəndində dalğalanır. Və o cümlədən başqa şəhid plakatlarında üzərində Qubadlının hər yerində, nəinki Qubadlının, Azərbaycanın işğaldan azad olunan torpaqlarında Azərbaycan bayrağı, Türk qardaşlarımızın bayrağı gecə, gündüz dalğalanır. Və təvazökarlıqdan nə qədər uzaq olsa da, mənim statuslarımdan, paylaşımlarımdan siz hiss edərsiniz ki, mən özümə bir yol seçdim, bir missiya götürdüm. Şəhidlərimizin xatirəsi unudulmasın. Tək mənim qardaşım yox, ümumiyyətlə bütün Azərbaycan şəhidlərin, hətta ürəyimdə Türk dünyasının şəhidlərinə ehtiram vardır. Əlimizdən gələn qədər, əlimdən gələn qədər onların xatirəsi unudulmasın, gələcək nəsillərə ötürülsün. Və burada sizin yığılmağınızdan fürsət istifadə edirəm. Hamıdan da xahiş edirəm ki, şəhidlər tək sözdə olmur ki, onların qarşısına baş əyirik, başımızın tacıdır. Artıq bu sözü şablonma çevirmək yox, onu bir adi sıradan gələn söz yox. Bunu realda yaşamaq lazımdır. Realda onu hiss edib və məqsəd odur ki, gələcək nəsildə bu 44 günlük müharibəni görməyən, şahidi olmayan nəsilə onu ötürə bilməkdir. Müharibə qutardı deyə, hər şey bitdi deyə, bu onların mərasimləri, anım günlərində ailənin yanında olmaq, onlara hiss elətdirmək, dərdlərinə şərik olmaq qoy unudulmasın, geridə qalmasın. Hər yerdə anılsın, toylarda, hüzün məclisində, məkan fərqi olmadan şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla anılsın. Mən bunu təklif edirəm, bunu istəyirəm ki, hər yerdə bu olsun. Bugünkü günü də biz bunu nə qədər bacarmışıq, buna da şükürlər olsun. Amma yenə də bir-birimizə dəstək olaq, xüsusən döyüş yolu keçmiş komandirlərdən, döyüş yolu keçmiş qazilərimizdən. Sizə də xahiş edirəm, dəstək olaq bir-birimizə. Sizin keçdiyiniz döyüş yol yerlərində, Qubadlıda harda fərqi yoxdur. Onları yaşaya-yaşaya, onu yenidən qabardaq, yenidən mövzuya çevirək, yenidən videolara salaq, yenidən nəsilə çatdırmaq üçün səsləndirmək lazımdır. Xatirələri yada düşməyən, paylaşılmayan şəhidlərimizi önə çəkmək lazımdır. Onları bir-bir arxivdən qaldırmaq lazımdır. Sonda sizin hamınıza təşəkkür edirəm. Çox sağ olun, çox minnətdarlıq edirəm. Sizlərin dünyadan köçən əzizlərinizə Allah rəhmət eləsin. Var olun. Sizin əziz saydıqlarınızın da, bütün yaxın saydıqlarınızın da dünyadan köçənlərin Allah rəhmət eləsin. Bugün yanımızda oldunuz. Çox sağ olun, çox minnətdar edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Allah sizdən razı olsun. Qardaş demişkən, Allah bizə bir də belə bir müsibət göstərməsin. Hər şey düzəltmək olar. Müsibət, elə müsibət var ki, onları düzəltmək olur. Amma bu müsibəti düzəltmək olmur. Düzəltmək mümkün deyil. Allah bizi belə müsibətlərdən qorusun. Allah gələcək günlərində xeyrə calasın. Bu evlərdəki bu vaxta kimi yasıdır, göz yaşıdır. Allah indən belə hər evdə toy qismət eləsin, şadlıq qismət eləsin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat vel ahyai minhum vel amvat. İlâ ruhil merhumil mağfuril ma'lumin. Şəhidimiz Məğrur İskəndəroğlu'nun ruhu şad və bütün şəhidlərimizin, itki düşənlərimizin, naməlumlərimizin hamısının ruhları şad və bil Fatiha. Allahümme salli ala Muhammed. Bismillahirrahmanirrahim. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke
نستقيم اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد وعلى محمد Allah rahmet eylesin. Allah sabır versin. Allah zindanlarını versin. Beni unutmuyor, yad etse bir an. Ölərəm yolunda senin ey vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Çekir imtihana bu hayat bizi, dikili yurduma düşmenin gözü. Menden dönse belə taleyin yüzü, ben yine andımda qalaram vətən. Məndən dönsə belə taleyin yüzü, mən yenə andımda qalaram vətən. Mənim unutmayım yad etsen bir an, ölərəm yolunda senin ey vətən. Sinene güllələr atılan zaman, Polatdan bir qalxan olaram vətən. Sinene gülleler atılan zaman, Polatdan bir qalxan olaram vətən. Əskərəm andımda qalaram vətən. Vətən.